Hər birinizi salamlayıram, hörmətli valideynlər və əziz altıncılar. Yeni Namazov 6-cı sinif 1-ci hissədən izahlarımız davam edir. Keçən video izahda ilk mövzunun 1-dən 13-ə qədər olan test tapşırıqlarının izahına baxmışdıq. Bu video izahda isə 14-cü çalışmadan başlayaraq digər çalışmaların izahını sizinlə paylaşacağam. İzaha keçməzdən əvvəl sizə bir məlumatı çatdırım ki, bizim 6-cı siniflər üçün onlayn hazırlıq dərslərimiz mövcuddur. Dərslər haqqında ətraflı məlumat almaq üçün qeyd olunmuş nömrə ilə əlaqə saxlayıb ətraflı şəkildə məlumat ala bilərsiniz. Qeyd edək ki, ilk sınaq dərsimiz ödənişsizdir. Siz də bu dərslərə qoşulub dərslərin hansı keyfiyyətdə keçirildiyi ilə tanış ola bilərsiniz. Əlaqə nömrəsini bir də qeyd edeyim burada 050 823 92 15. İndi isə vaxt itirmədən keçək sualların izahına. Başlayaq 14 nömrəli çalışma ilə. 14-cü çalışmada yazıb ki, ifadənin qiymətini tapın. Birinci variantda bizə belə bir ifadə verilib, 6 vurulsun 9-un kvadratı, yəni 9 üstü 2, bölünsün 3-ün kubu, yəni 3 üstü 3. Bu bərabər olacaq uşaqlar, 6 vurulsun 9-un kvadratı, 9-un öz-özünə 2 dəfə hasili 81-ə bərabər olur. Bölünsün 3-ün kubu isə 3-ün 3 dəfə öz-özünə hasili isə 27-yə bərabər olur. Bu ifadənin qiymətini hesablasaq, burada 81 və 27-ni 27-yə ixtisar apararam. 27-nin yerinə 1, 81-i 27-yə böləndə 3 qalacaq. 6-nın 3-ə hasili də cavab olur 18. Daha sonra növbəti ikinci varianta baxaq. İkinci variantda yazıb ki, 4 vurulsun 3 üstü 3 bölünsün 6. Bu bərabər olacaq 4 vurulsun 3 üstü 3 27 bölünsün 6. Burada uşaqlar əvvəlcə 4-ü 27-yə vurub daha sonra 6-ya bölmək də olar. Və yaxud da görürük ki, burada 27 və 6-nın ortaq böləni kimi bunları 3-ə ixtisar aparmaq olar. 6-nın 3-ə böləndə 2, 27-nin 3-ə böləndə 9. Daha sonra 4 vur 9, 36 bölünsün 2. Yenə də doğru cavab olur 18. Üçüncü varianta da baxaq. 2 vurulsun 3 üstü 4 bölünsün. Kəsri məxrəcində isə 4 üstü 3 çıxılsın 55. Bərabər olacaq 2 vurulsun 3 üstü 4, yəni 3-ün 4 dəfə öz-özünə hasili 81-ə bərabər olur. 2 vurulsun 81 bölünsün 4-ün kubu 64 çıxılsın 55 9. Burada 81 ilə 9-u ixtisar aparsaq 9-un yerinə 1, 81-in yerinə 9 qalacaq. 2-nin 9-a hasili bölünsün 1, yenə cavab 18-ə bərabər olur. Növbəti 4-cü varianta baxaq. Yazıb 7 vurulsun 5 üstü 4 bölünsün 3 vurulsun 2-nin kubu üzərinə gəlinsin 1. Əvvəlcə kəsin sürətini hesablayaq. 7 vurulsun 5 üstü 4 625-ə bərabər olur. Bölünsün məxrəcdə isə 3 vurulsun 2-nin kubu, yəni 3 vurulsun 8 üzərinə gəlinsin 1. Bu da bərabər olur 7 vurulsun 625 bölünsün məxrəcdə də 3 vur 8 24 üzərinə gəlinsin 1 25. 625 ilə 25-i 25-ə ixtisar aparsaq 1, burada isə 25 qalacaq. 7-ni 25-ə vuranda da doğru cavab olur 175. Sonuncu 8-ci variantda baxaq. Uşaqlar, digər variantlara da özünüz baxın. Yaza bilməsəniz yenə yorumlarda qeyd edərsiniz, mən cavablandıracağam. 5 bölünsün 2 üstü 3. Birbaşa yazacağım. 2 üstü 3, yəni 2-nin kubu 8-ə bərabər olur. Çıxılsın. İkinci kəsin sürətində 3-ün kvadratı, yəni 9. Bölünsün məxrəcində isə 4-ün kubu, yəni 64 çıxılsın 2 üstü 4. 16. Bu da bərabər olur 8-də 5 çıxılsın 9 bölünsün 48. Bərabər olacaq. Müxtəlif məxrəcli kəsrlərin çıxılmasından bilirik ki, bunları gərək əvvəlcə orta məxrəci gətirək. Orta məxrəc 48-dir. Birincinin sürətini və məxrəcini 6-ya vuraram. Olacaq 48-də 30 çıxılsın 48-də 9. Bərabər məxrəci kəsrlərdə çıxarkən məxrəci olduğu kimi saxlayıb sürətlərini çıxırdıq. 30-dan 9 çıxanda 21. Bunu da istəsəz 3-ə ixtisar aparıb 7 bölünsün 16 şəklində yaza bilərsiniz. Davam edək növbəti 15-ci çalışma ilə. 15-ci çalışmada deyir ki, birinci variantında n 5 olduqda, n'in bizə 5 olduğu verilib, yəni n'in qiyməti 5-ə bərabərdir. N 5 olduqda 4 üstü n üzərinə gəlinsin 2 üstü n çıxılsın 3 üstü n ifadəsinin qiymətini tapın. N'in yerinə 5 qoysam olacaq 4 üstü 5 üzərinə gəlinsin 2 üstü 5 çıxılsın 3 üstü 5. Bərabər qoyaraq bunların ayrı-ayrıda qiymətlərini tapıb daha sonra toplayıb çıxarıb. 4 üstü 5, yəni 4-ü 5 dəfə öz-özünə vuranda kubu 64 eləyir.
1024'e bərabər olur. 1024. Üzərinə gəlinsin 2 üstü 5. 2-nin 5 dəfə öz-özünə hasili 32 çıxılsın. 3-ün 5 dəfə öz-özünə hasili isə 243-ə bərabər olur. İndi bunu hesablayarıq. 1024-ün üzərinə 32 gələndə olur 1057. Yazaq burada 1057. 1057-dən də sonda 243-ü çıxarıq. Bu da bərabər olacaq. Deməli 814-ə. Doğru cavab 814 olacaq. İkinci variantda uşaqlar yenə A 6 olarsa deyir, A-nın yerinə 6 qoyarıq. Yəni baxın ikinci variantda A üstü 4 çıxılsın A üstü 3 çıxılsın A üstü 2. A-nın 6 olduğu deyilir. Yəni 6 üstü 4 çıxılsın 6-nın kubu çıxılsın 6-nın kvadratı ifadəsinin qiymətini hesablayacaqsınız. Bu da bizim oldu 15-ci çalışmamız. Keçək növbəti 16-cı çalışmaya. 16-cı çalışmada tənliyi həll edin deyir. Sual 16. Birinci tənliyimiz bu formadadır. 6 üstü 3 çıxılsın 5x bərabərdir 3 üstü 4-ə. 6-nın üstü 3, yəni 6-nın kubu 216-ya bərabər olur. 216 çıxılsın 5x bərabərdir 3 üstü 4-ə, yəni 81-ə. Buradan azalan, çıxılan fərq olduğuna görə çıxılanı tapmaq üçün 5x bərabər olacaq 216-dan 81-i çıxmaya. Olur 135. X-i də tapmaqdan ötürü 135-i 5-ə bölərəm. 135-i 5-ə böləndə doğru cavab olur 27. Deməli, birinci tənliyimizin həlli kökü 27-yə bərabər olur. İkinci tənliyə baxaq. Yazıb 4x üzərinə gəlinsin 2 üstü 5 bərabərdir 4 üstü 3. 4x üzərinə gəlinsin 2 üstü 5 32-dir. Bərabərdir 4-ün kubu da 64-dür. Toplanan cəm olduğuna görə məhsul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxarıq. 64-dən 32 çıxanda 32. X-i də tapmaq üçün 32-ni bölərəm 4-ə 8. Deməli, ikinci tənliyimizin də kökü 8-ə bərabər olur. Növbəti üçüncü tənliyimizə baxaq. Yazıb 9 üstü 3 bölünsün x bərabərdir 3 üstü 4-ə. 9-un kubu olur 729 bölünsün x bərabərdir 3 üstü 4 isə 81-ə bərabər olur. Bölünən bölən qismət olduğuna görə burada məhsul böləni tapmaq üçün 729-u 81-ə bölərəm. Cavab olar 9. Deməli, üçüncü tənliyimizin də kökü, yəni həlli 9-a bərabər oldu. Dördüncü tənliyə baxaq. Yazıb 2 üstü 5 vurulsun x bərabərdir 4 üstü 4. 2 üstü 5 32-yə bərabər olur. 32 vurulsun x bərabərdir. 4 üstü 4 isə, yəni 4-ü 4 dəfə öz-özünə vuranda isə 256-ya bərabər olur. Buradan x-i tapmaq üçün vuruq hasil olduğuna görə məhsul vuruğu tapmaq üçün 256-nı bölərəm 32-yə. Cavab olar 8. Bu da belə. Yəni x-imiz 8-ə bərabər olur. 7-ci və 8-ci tənliklərdə həll eləyək. 3,2 vurulsun x bərabərdir 8 üstü 4 çıxılsın 4 üstü 5. Düzdürmü? 8 üstü 4 uşaqlar 8-i 4 dəfə öz-özünə vuranda olur neçə? Deməli 8 üstü 4. 8-i 2 dəfə öz-özünə vuranda 8 vur 8, 64 vur 8. 512, 512-ni də bir dəfə 8-ə vuranda 4096. 4096 çıxılsın 4 üstü 5. 4 üstü 5 isə bərabər olur 1024-ə. Buradan olur 3,2 vurulsun x bərabərdir 4096-dan 1024 çıxanda 3072-yə bərabər olur. Buradan x-i tapmaq üçün gərək 3072-ni bölək 3,2-yə. 3072-ni də 3,2-yə böləndə doğru cavab olur 960. Deməli, x-imiz 960-a bərabərmiş. Sonuncu 8-ci tənliyə də baxaq. Yazıb x bölünsün 2,5 bərabərdir 6-nın kubu üzərinə gəlinsin 3 üstü 4. Olur x bölünsün 2,5 bərabərdir 6-nın kubu 216 üzərinə gəlinsin 3 üstü 4-də 81. Buradan alınır x bölünsün 2,5 bərabərdir 297-yə. X-i də tapmaq üçün 297-ni gərək vuraq 2,5-ə. 297-nin də 2,5-ə hasili olur 742,5. Bu formada. Keçid alaq növbəti 17-ci çalışmaya. 17-ci çalışmada deyir, boş xanaya uyğun ədədi müəyyən edin. Birinci variantda yazıb 2 üstü 4 vurulsun 2 üstü kvadrat bərabərdir 256-ya. Buradan uşaqlar, gəlin bunu belə həll edək.
2 üstü kvadrat bərabər olsun, vuruq-vuruq hasili də, düzdürmü? 256 bölünsün 2 üstü 4. Buradan 2 üstü kvadrat deməli olmalıdır neçə? 256-nı bölürük 16-ya. 256-nı 16-ya böləndə neçə eləyir? 16 eləyir. Düzdürmü? İndi buradan deməli 2 üstü kvadratın 16-ya bərabər olması lazımdır. Deməli kvadratın yerinə mən neçə yazmalıyam? 2 üstü neçə 16 eləyir? 2 üstü 4. Deməli boş xananın yerinə burada 4 yazılmalıdır. Başqa üsullarla da yazmaq olar, amma mən ən uyğun üsulu bu formada sizə izah elədim. İkinci variant yazıb 3 üstü kvadrat bölünsün 9 bərabərdir 3 üstü 4. Buradan 3 üstü kvadrat bölünsün 9 bərabər olur 3 üstü 4, yəni 81-ə. Deməli 3 üstü kvadrat ifadəsinin 81 vurulsun 9, 729-a bərabər olması lazımdır. İndi 3 üstü neçə 729-a bərabər olur? 3 üstü 5. Deməli burada kvadratın yerinə 5 yazılmalıdır. Daha doğrusu uşaqlar 3 üstü 4 81 eləyir. 3 üstü 5 243 eləyir. 3 üstü 6, yəni burada kvadratın yerinə 6 yazılmalıdır. İkinci variantda da boş xananın yerinə 6 yazılmış oldu. Üçüncü varianta baxaq. Yazıb 25 vurulsun 5 üstü kvadrat bərabərdir 3125. Burada 3125-i bölərəm 25-ə. Deməli 5 üstü kvadratın neçə olması lazımdır? 3125-i 25-ə böləndə 125. Düzdürmü? 3125-i böləndə 25-ə, burada hesablama səhv eləməyək. 3125 bölünsün 25. 125 olur, bəli. 5 üstü neçə 125-ə bərabər olur? 5-in kubu. Yəni burada boş xananın yerinə 3 yazılmalıdır. 7-ci və 8-ci variantlara da baxaq. 7-ci variantı yazıb 2187 çıxılsın 3 üstü kvadrat bərabərdir 81. Burada 3 üstü kvadrat ifadəsini tapmaq üçün 2187-dən 81 çıxaram. Olur deməli 2106. İndi 3 üstü neçə 2106-ya bərabər olur? Onu tapmalıyıq biz. 2187-dən çıxdım 81, 2106. Deməli 3 üstü neçə 2106-ya bərabər olur. Yəni biz 2106 burada uşaqlar nəsə 2187-dən 81 çıxdıq. 2187-dən çıxdıq 81. Oldu 2106. İndi 3 üstü neçə? Məsələn 3-ün kvadratı 9, kubu 27, üstü 4 81, 243. Daha sonra 729. Daha sonra bunu tapmalıyıq biz 3 üstü neçə? 3 üstü neçə olacaq uşaqlar? Burada məsələn baxın 3-ün kubunu hesablasam 3-ün kubu 27-yə bərabər olur. 3 üstü 4 81, 243, 729, 729-u 3-ə vuranda 2187. Bunu gəlin belə yazaq uşaqlarla. Burada tam cavab alınmır. Burada tam cavab alınmır. Gəlin biz 8-ci varianta baxaq hələ. Yazıb 4 üstü kvadrat çıxılsın 64 bərabərdir 256. Buradan 4 üstü kvadratın neçə olması lazımdır? 256 üstü 64. 320. Düzdür? İndi 4 üstü neçə 320 eləyir? 4 üstü neçə 320-yə bərabər olacaq? Yəni biz 4-ü neçə dəfə bir-birinə vuranda 324 eləyir? Elə bir ədəd yoxdur. Yəni 4 üstü neçə 320 eləsin? Burada nəsə uşaqlar çatışmazlıq var bu 7-ci və 8-ci variantlarda. Bölmə olsa əgər, bölmə olsa rahatlıqla yazmaq olar. Amma bölmə deyil, aralarında çıxmadır. Ona görə bunu həll eləmək 256 4 üstü 5'dir. 4 üstü 4 daha doğrusu. Bu da 4 üstü 3. 4 üstü 5'in üzerine elə bir ki 4 üstü 3 gəlirik də. 4 üstü 5 üzərinə gəlinsin 4 üstü 3. Buradan 4 üstü kvadrat bərabər olacaq. 4 üstü 3'ü mötərizə xaricdən çıxarsaq 4'ün kvadratı üzərinə gəlinsin 1. Və burada elə bir tam ədəd yoxdur. Keçən növbəti 18-ci suala baxaq uşaqlar, vaxtımız çox getməsin.
18-ci çalışmada deyir ki, suallara cavab verin. Birinci variantı yazıb, hansı ədədə 2-nin 5-ci qüvvətini əlavə etdikdə 3-ün 4-cü qüvvəti alınır? Hansı ədəd olduğunu bilmədiyimizə görə x götürək. X-ə deyir ki, əlavə elə 2-nin 5-ci qüvvəti, yəni 2 üstü 5-i. Bərabər olsun 3-ün 4-cü qüvvəti, yəni 3 üstü 4. İndi bu tənliyi həll eləyərik. X üzərinə gəlinsin 32 bərabər olacaq 81-ə. X-yə tapmaq üçün 81-dən çıxaram 32-ni 49. Daha sonra ikinci varianta baxaq. 6-nın 3-cü qüvvətindən, yəni 6 üstü 3-dən hansı ədədin 2 mislini çıxanda bilmirik, x olsun. X-in də 2 misli 2x-i, yəni çıxdıqda 3-ün 4-cü qüvvəti alınır. 3 üstü 4 alınır. 6-nın kubu 216 çıxılsın 2x bərabər olmalıdır yenə 81-ə. Buradan 2x bərabər olur 216-dan 81 çıxanda 135. X də bərabər olur 2x 135-də x olur 67.5. Növbəti üçüncü varianta baxaq. Yazıb 8 üssü 4-ü hansı ədədin 5 mislinə böldükdə x-in 5 mislinə böldükdə 819,2 alınır. Bax belə. Buradan 8 üssü 4-ü hesablasaq, 8-i 4 dəfə bir-birinə vuranda, yəni 212-də 4096 eləyir. 4096-nı bölərik 5x-ə, bərabərləşdirərik 819,2. Buradan 5x-in tapsaq 4096-nı gərək bölək biz 819,2. 4096 bölünsün 819,2. Olur 5. 5x-imiz 5-sə, onda x-in özü neçədir? 1-dir. Sonuncu 4-cü variantı da uşaqlar özünüz yazarsınız. Yaza bilməsəniz qeyd eləyərsiniz. 19-cu çalışma ilə davam eləyək. 19-cu çalışmada deyir ki, tənliyi həll edin. 6 üstü 4 bölünsün 2x çıxılsın 7 bərabərdir 3-ün kvadratı. Uşaqlar, yadda saxlayın, dəyişən hardadırsa, həmin ifadəyə bütöv bir məhsul kimi baxmaq lazımdır. Burada bölünən, bölən qismət. 6 üstü 4-ü hesablayacaqsa əvvəlcə 1296 eləyir. 1296 bölünsün 2x çıxılsın 7 bərabər olmalıdır 9-a. Buradan indi 2x çıxılsın 7 neçə olmalıdır ki, 1296 neçəyə bölən 9 eləyir. Bunu tapmaqdan ötürü gərək 1296-nı 9-a bölək. 1296-nı da 9-a böldükdə olur 144. Daha sonra bu tənliyi həll edək. Azalan, çıxılan fərq. Burada 2x bərabər olur 144 üzərinə gəlinsin 7, 151-ə. X də bərabər olur 75,5-ə. İkinci varianta baxaq. Yazıb 4 üstü 4 bölünsün mötərizədə 0,1x üzərinə gəlinsin 1,3 bərabərdir 2 üstü 5-ə. 4 üstü 4 bərabər olur neçəyə? 256-ya. 256 bölünsün 0,1x üzərinə gəlinsin 1,3 bərabər olmalıdır 32-yə. Buradan mötərizənin içərisini tapsaq, yəni 0,1x üzərinə gəlinsin 1,3 bərabər olmalıdır 256-nı bölərəm 32-yə. 8. Buradan 0,1x bərabər olur 8-dən çıxaram 1,3-ü 6,7. X-ə tapmaq üçün 6,7-ni 0,1-ə böləndə 67. Deməli x oldu 67. Üçüncü varianta baxaq. Yazıb 3 üstü 3 vurulsun 291 çıxılsın 2x bərabərdir 9 üstü 4-ə. 3-ün kubu olur 27. Vurulsun 291 çıxılsın 2x bərabərdir 9 üstü 4. 9 üstü 4 də bərabər olur, yəni 9-u 4 dəfə özünə vuranda isə 6561 edir. Buradan mötərizənin hissəsini tapsaq 291 çıxılsın 2x bərabər olacaq 6561-i bölməliyəm 27-yə. 243. Azalan, çıxılan fərqdir. Çıxılanı tapmaq üçün, 2x-i tapmaq üçün 291-dən çıxaram 43-ü, olar 48. X-i tapmaq üçün 48-i bölərəm 2-yə, cavab olar 24. İndi burada uşaqlar, deməli 7-ci, 8-ci variantlara da baxaq. Yazıb 228 çıxılsın 4x vurulsun 2 üstü 6 bərabərdir 4 üstü 4. Buradan birinci mötərizənin içərisində olduğu kimi saxlayıram. Vurulsun 2 üstü 6 olur 64 bərabərdir 4 üstü 4-dəki 256. Mötərizənin içərisini tapsaq, yəni 228 çıxılsın 4x bərabər olur 256 bölünsün 64, yəni 4-ə. Azalan, çıxılan fərqdir. Çıxılanı tapmaq üçün 228-dən 4-ü çıxaram 224. X-ə tapmaq üçün 224-ü bölərəm 4-ə 56. Deməli, doğru cavab olur burada 56. 8-ci varianta da baxaq. 10 üstü 4 bölünsün 5-in kvadratı
vurulsun mötərizədə x çıxılsın 11,8 bərabərdir 20 üstü 3-ə. 10 üstü 4 olur 10.000. 10.000-i bölərəm 25-ə. Vuraram x çıxılsın 11,8-ə bərabərləşdirməli 20-nin kubuna, yəni 8.000-ə. İndi 10.000-i 25-ə böləndə, deməli 10.000-i biz bölsə 25-ə olur 400. 400 vurulsun x çıxılsın 11,8 bərabər olmalıdır 8.000-ə. Buradan x çıxılsın 11,8 tapsaq 8.000-i bölərəm 40-a olur 20. X-i tapmaq üçün 20-nin üzərinə 11,8-i gələrəm 31,8 olacaq cavabımız. Növbəti 20-ci çalışmaya baxaq. 20-ci çalışmada deyir ki, uşaqlar birinci variantını yazacağam, digər ikinci variantı özünüz yazarsınız. A deyir ki, 3 vurulsun 4-ün kubu bölünsün 2 üstü 5-ə bərabərdir. Və deyir ki, bu ifadənin qiymətini tapın. Əvvəlcə gəlin A-nın qiymətini tapaq. A bərabər olur 3 vurulsun 4-ün kubu 64 bölünsün 2 üstü 5-dəki 32. Burada 64 ilə 32 qısa gedəcək, 1-2 qalacaq. 3-ün də 2 hasil 6. A-nı tapdıq. Artıq A-nın yerinə 6 qoyub bu ifadənin qiymətini hesabla bilərik. 6 üstü 4 çıxılsın 3 üstü 5 çıxılsın 2 üstü 6. 6 üstü 4 6-nı 4 dəfə öz-özünə vuranda 1296 çıxılsın 3 üstü 5 243 çıxılsın 64. Bu da bərabər olacaq. İndi biz 1296-dan əvvəlcə çıxmalıyıq 243-ü, daha sonra 64-ü çıxarıq. Olur 989. 989. İkinci variantda da eyni ilə uşaqlar əvvəlcə M-in qiymətini tapacaqsınız. Daha sonra gətirib bu ifadədə yerinə qoyub hesablayacaqsınız. 21-ci çalışmaya baxaq. Davam edək 21-ci çalışmaya. 21-ci çalışmada deyir ki, birinci variantında 3-ün 4-cü qüvvəti ilə, yəni 3 üstü 4 ilə 6 ədədinin hasili 6 ədədinin hasili 2-nin 7-ci qüvvətinə nə qədər böyükdür? 2-nin 7-ci qüvvəti 2 üstü 7-dir. Nə qədər böyük olduğunu tapmaq üçün təbii ki, çıxmalısan. Yəni 3 üstü 4 vurulsun 6-dan çıxmalısan 2 üstü 7-ni. Çünki bir ədədin digərinə nə qədər böyük və ya kiçik olduğunu tapmaq üçün onların fərqinə baxaq. 3 üstü 4 vurulsun 6 olur 81 vur 6 çıxılsın 2 üstü 7 də 128-ə bərabər olur. 81-i 6-ya vuranda olur 486. 486-dan çıxarıq 128-i. Olur 358. Deməli 358 vahid çoxdur. İkinci variantına baxaq. Yazıb ki, 4-ün 4-cü qüvvətini, yəni 4 üstü 4-ü 2-nin 6-cı qüvvətinə böldükdə, yəni 2 üstü 6-ya böldükdə alınan qismət 10 üstü 3-dən neçə dəfə kiçikdir? Neçə dəfə kiçik olduğunu tapmaq üçün isə bölməliyik uşaqlar. Yəni biz 10 üstü 3-ü bölməliyik. Bax, bu 4 üstü 4 bölünsün 2 üstü 6-ya. 10 üstü 3 1000 eləyir. Məxrəcə də 4 üstü 4. 256 bölünsün 2 üstü 6. 2 üstü 6 da olur neçə? 64. Bu da olur 1000 bölünsün 4. 1000 də 4-ə böləndə neçə olur? 250. Deməli 250 dəfə kiçikdir. Yazı saxlayın uşaqlar. Bir ədədin digərindən nə qədər kiçik olduğunu soruşursa, onların fərqini tapırsınız. Neçə dəfə kiçik və yaxud da böyük olduğunu soruşursa, onların nisbətini tapırsınız. Yəni birini digərinə bölürsünüz. Bu da 21-ci çalışma. Növbəti 22-ci çalışmaya baxaq. Yazıb ki, birinci variantda tərəfləri düzbucaqlının perimetrini tapın. Belə bir düzbucaqlıdır. Bu düzbucaqlının bilirik ki, bütün bucaqları 90 dərəcə olur, yəni düzbucaq olur. Deməli, eni olsun 3 vurulsun 2 üstü 3. Uzunluğu da 2,5 vurulsun 2 üstü 4. Deyir ki, perimetrini tapın. Düzbucaqlının perimetri bilirik ki, 2 vurulsun eni ilə uzunluğunun cəminə bərabər olur. Bu da bərabər olur 2 vurulsun eni budur. Bunu hesablayaq əvvəlcə. 2,5 vurulsun 2 üstü 4 neçəyə bərabər olur? 16-ya. 2,5-i də 16-ya vurduqda olur 40. Deməli, düzbucağının uzunluğu 40-dır. Eni də ki, bunu hesablayaram. 3 vur 8, 24. Gətirib burada yerinə qoyarıq. 2 vurulsun 24 üzərinə gəlinsin 40. Olur 2 vurulsun 64. Cavab olur 128. Belə. İkincidə uşaqlar, ikinci variantda sahəsini istəyir. Və bu ölçüləri, bunları tapıb bir-birinə vuracaqsınız. Çünki düzbucağının sahəsi eni ilə uzunluğunun hasilinə bərabər olur.
Növbəti 23-cü suala baxaq. Düzbucaqlı formasında olan, yenə bir düzbucaqlı təsvir eləyək burada. Bağın uzunluğu 5/4-dür. Bu neçə eləyir 5/4? 625 metr. Eni isə 208 metrdir. 208 neçə eləyir? 256 metr. Birinci variantda dedik ki, bağın perimetri neçə kilometrdir? Perimetr bilirik ki, 2 vurulsun enlən uzunluğunun cəmi, yəni 625 üzərinə gəlinsin 256. O da olur 2 vurulsun 625 ilə 256-nı toplayanda olur 881. 2-ni də 881-ə vuranda 1762 metr edir. Neçə kilometrdir deyir? 1 kilometr 762 metr. İkinci variantda deyir ki, bağın sahəsi neçə hektardır? Sahəsini tapmaq üçün eni vurulsun uzunluq düsturundan istifadə edirik. Yəni biz 256-nı vurmalıyıq 625-ə. 256-nı vuranda 625-ə olur 160 min. 160 min nə? Metrin kvadratı. Neçə hektardır? 1 hektar bilirik ki 10 min metr kvadratdır. Bunu 10 minə bölsək 16 hektar olacaq. Deməli bağın sahəsi 16 hektardır. Davam edək növbəti 24-cü çalışma ilə. Boş xanaya uyğun ədəd tapın deyir. Bundan əslində işləmişdik. 15 vurulsun 2 üstü kvadrat bərabərdir 480. 2 üstü kvadrat tapmaq üçün 480-i bölərəm 15-ə. Olur 32. Deməli 2 üstü neçə 32-yə bərabər olur? 2 üstü 5. Deməli kvadratın yenə 5 yazılmalıdır. İkinci variantda yazıb 3 üstü kvadrat bölünsün 9 bərabərdir 81. Burada 3 üstü kvadrat tapmaq üçün 81-i vuraram 9-a 729. 3 üstü neçə 729 eləyir? 3 üstü deməli 6. 3 üstü 6 729-a bərabər olur. Üçüncü varianta baxaq. Yazıb 9 vurulsun 5 üstü kvadrat bərabərdir 1125-ə. Buradan 5 üstü kvadrat tapsaq 1125-i bölməliyəm 9-a. Olur 11 9-a bir dəfə 22 125. 5 üstü neçə 125-ə bərabər olur? 5-in kubu. Yəni kvadratın yenə 3 yazılmalıdır. 7-ci varianta baxaq. Yazıb 9 üstü kvadrat vurulsun 3 bərabərdir 2187. 9 üstü kvadrat tapsaq 2187-ni bölərəm 3-ə. Olar 729. 9-un kubu 729 edir. Deməli kvadratın yenə 3 yazılmalıdır. Sonuncu 8-ci variantaya baxaq. Yazıb 8 üstü kvadrat üzərinə gəlinsin 1251 bərabərdir 5351. Buradan 8 üstü kvadrat tapsaq 5351-dən çıxmalıyıq nəyi? 1251-i, 55-i. 5351-dən çıxarıq 1255-i. Olur 4096. 4096 8 üstü neçədir? Deməli 4096 2 üstü 12-dir. Deməli 8 üstü də 4-dür. Kvadratı yenə 4 yazılmalıdır. Bu da belə. 25-ci çalışmaya baxaq. 25-ci çalışma. Deyir, cədvəldə verilənlərə görə kvadrat və üçbucağın yerinə uyğun ədədi müəyyən edin. Baxın uşaqlar, burada necədir? 2 üstü kvadratı 2-nin kubuna vurub 128 alıblar. Bax, yazaq burada. 2 üstü kvadratı vurublar 2 üstü 3-ə 128 alıblar. Buradan 2 üstü kvadrat tapmaq üçün 128-i bölməliyik 2 üstü 3-ə, yəni 8-ə. Olur 16. Yəni kvadratın yerinə deməli neçə yazılmalıdır? 4. Deməli tapdı ki, kvadratın yerinə 4 yazılmalıdır. 3 üstü 3 bucağı da 3 üstü 2-yə vurub, daha sonra 3 üstü 3 bucağı da 3 üstü 2-yə vurub 243 alıblar. Buradan 3 üstü 3 bucaq bərabər olacaq 243-ü bölərəm 9-a. 27. Deməli kvadratın 3 bucağının da yerinə 3 yazılmalı. 3-ün kubu 27 edir. 3 bucağı da tapdıq 3. Bizdən bu ikisinin cəmini istəyir. Cavab olur 7. Sonuncu 27-ci çalışmaya da baxaq. Oxşar sualdır əslində, amma burada baxın necədir. Əvvəlcə 16384-ü bölüblər 4 üstü 3-ə, 4 üstü kvadrat alırlar. Bax, necədirsə olduğu kimi yazıram. 16384-ü bölüblər 4 üstü 3-ə, alırlar 4 üstü kvadrat. Ona görə yazacağım 16384, 16384-ü bölərik 4-ün kubuna, yəni 64-ə. Bərabərləşdirərik 4 üstü kvadrata. Böləndə olur 256, bərabərdir 4 üstü kvadrat. 4 üstü neçə 256 eləyir?
4-üstü 4. Deməli kvadratı yenə 4 yazılmalıdır. Kvadratı tapdıq ki 4. İndi üçbucağı tapaq. 3125-i 5-in kvadratına bölüblər. 3125-i 5-in kvadratına bölüblər. 5 üstü 3 bucaq alıblar. Yəni əvvəlcə 3125-i bölərəm mən 5-in kvadratını 25-ə, bərabərləşərəm 5 üstü 3 bucağa. 3125-i böləndə 25-ə olur 125. 125 də 5 üstü neçədir? 5 üstü 3. Deməli 3 bucağımız da 3-ə bərabərdir. İndi bizdən kvadrat və 3 bucağın cəmini istəyir. Cavab olur 7. Belə uşaqlar, bugünkü video izahımız da bu qədər. Gələn dərsdə sizə sadə və mürəkkəb ədədlər mövzusunda olan test tapşırıqlarının izahını verəcəm. Videonu bəyənib kanala abunə olaraq dəstək ola bilərsiniz. Hər birinizə uğurlar.